İmam Səccad əleyhissalam belə bir rəvayət var, buyurur: "İza cəməallahu əzzə və cəl əl-əvvəlinə vəl-axirin, qamə munadin fənada yəsmə'un nas." Qiyamət günü ki baş verəcək, bir nəfər munadi duracaq və səslənəcək və cəmaat hamısı bu səsi eşidəcəklər. Fəyəqul əynəl mutahabbunə fillah. Munadi səslənəcək ki, Allaha görə sevgi və məhəbbət bəsləyənlər hardadılar? Qalə fəyəqumu unuqun minən nas fəyuqalu ləhum izhəbu iləl cənnə bi qeyri hisab. Bu arada bir dəstə insanlar duracaqlar. Onlara belə deyəcəklər ki, siz sorğusuz, sualsız, hesabsız, kitabsız gedin behiştə və gedin cənnətə tərəf. Qalə fətələqqahumul mələikə. Yolda mələklər bulandan rastlaşacaqlar. Fəyəqulunə iləl cənnəti bi qeyri hisab. Mələklər rastlaşacaqlar, soruşacaqlar ki, hesabsız, kitabsız, sorğusuz, sualsız behiştə gedirsiniz. Qalə fəyəqulunə fəəyyü zərbin əntum minən nas. Mələklər soruşacaqlar ki, siz hansı qişir insanlarsınız? Siz kimlərsiniz ki, sorğusuz, sualsız, hesabsız, kitabsız behiştə gedirsiniz? Onlar cavab verəcəklər, o dəstə insanlar ki, hərəkət edirlər behiştə tərəf. Onlar belə cavab verəcəklər: fəyəqulunə nəhnu əl-mutahabbunə fillah. Cavab verəcəklər: biz o insanlarıq ki, bizim dünyada sevgimiz yalnız Allaha xatir idi. Qalə fəyəqulunə fəəyyü şeyin kənət ə'malukum. Mələklər soruşacaqlar ki, sizin dünyada əməliniz nədən ibarət idi? Qalu, cavab verəcəklər: kunna nuhibbu fillah və nubğizu fillah. İşimiz bundan ibarətdir, əməlimiz bundan ibarət idi. Biz dünyada sevirdik Allaha xatir və nifrət və kin bəsləyirdik, qəzəb eləyirdik Allaha xatir. Həm sevgimiz, həm də nifrətimiz yalnız və yalnız Allaha xatir.